Alo, bəli. Buyurun. Salam. Salam. Ben iş için CV getirmiştim. Buyurun, keçin, əyləşin. Aha, bəli, bəli. Verib. Yox. Salam. Mənlə gəlin zəhmət olmasa. Yox. İrəlidəki otaq İlyas doktorun otağıdır, ora keçin. Sizə deyilənləri gətirmişsiniz. Hə, Bu nədir? iş üçün lazım olanlar. Gel. Salam. Salam. Buyur eşidirəm. Bu nədir? Analiz. Kızım, bu dəfə də işin alınmasa biletini alırıq, gəlirsən evə. Atan da burada sənə iş tapacaq. Səni də xeyir işi görmək istəyirik. O sənə dediyimiz oğlanı da ki, hamı tərifləyir. Bir də fasonu da işi gücündə yerində oğlan. Xanım, mən bayaq səhvən analiz otağına girdim. Analizin cavabları 1-2 saata çıxacaq. Mən iş üçün müraciət etmişdim. Hə. İş yerinə hansı analizlər verməlisiniz ki? Xanım, bir də mənə baxa bilərsiniz. Hə, üzr istəyirəm. Başa düşmədim, necə kömək eləməliyəm sizə? Gel. Salam İlyas müəllim. Müəllim. Doktor, üzr istəyirəm. İlyas doktor sizə CV-ni gətirdim. Gelmişdiniz analiz vermeye. Dediniz yeri gelmişken bir öğrenim görüm işçi lazımdı ya yok. Ha? Əslində orada səhv anlaşılma oldu. Niye laboratuvarya? Çünki düşünürəm ki, tibbdə mən həmişə bu sahə üzrə ixtisaslaşmaq istəmişəm. Həm də analiz tibbin başlanğıcıdır. Əgər orada səhv olsa, hər şey səhv ola bilər. Yəqin yeni layihələriniz var, fikirləriniz var bizim laboratoriya üçün, ha? Elə mi? Cavab vermirsən. Bilmədim, sual verirsiniz. Diqqət laboratoriyada əsas şərtdir. Mən əslində diqqətli biriyəm. Sadəcə indi tam başa düşmədim. Tam. Qalsın bir yana heç yarımçıq da tutarlı cavab vermədiniz. Gedə bilərsiniz.
Get laboratoriya şöbə müdürünün yanına denən İlyas doktor göndərib. Görək onu necə anlayacaqsan. Baş üstə, İlyas doktor. Sağ olun. Salam doktor. Olar? Dürdanə? Yox, adım Fidandır. Məni İlyas doktor göndərdi. Xatirimdədir. Mən sənin qədəmi vədəni gözləyirdim. Əylən. Əylən bir həsbəhal eləyək. Üzr istəyirəm, neyniyək? Nə müəmma qıldım ki, mən bu şuarda? Harda nə qıldım? Əylən, əylən, əylən. Oturum. Oturdum. Üzr istəyirəm. Mən sənin tərcümeyi halına nəzər qıldıqda dedim, əcəba, bu tazə nihal bizim Solomeddə məbdə edə biləcək? Amma çətinliklər insanı püxtələşdirir. Böyük Sabirin dediyi kimi, sanma əzdikcə fələk bizləri viranlıq olur. Təmənnası ilə Buğda dəyirmanlıq olur. Əhsən, əhsən. Həmdülillah ki, bizə şamil olub lütf-i xuda. Bu mübarək günü dərk etməyə ömr etdi vəfa. Üzr istəyirəm, mən maksimum bunu bilirdim. Təəssüf. Əyləş, əyləş. Fidan sabah saat 9-da iclas otağında olarsın. Baş üstə. Sənin ilk yoxlanış günün olacaq. Mama, məni işə götürdülər. Sabahdan da sınaq müddətim başlayır. Hamı buradadırsa, vaxtımız azdır, başlayaq. Qismət doktor. Dünən sizə tapşırılan bütün tapşırıqların hamısı bugün saat 11'e hazır olsun. Oldu doktor, amma Tamam. yəni işlərimi görə bilmək üçün gərək analizlərin cavabını mənə vaxtında göndərsinlər. Daha demir ki, səhərə qədər futbola baxmışam, işə gecikmişəm, ona görə baxa bilməmişəm. Laboratoriyadakı qızlar biraz əldən iti olsalar, hər şey vaxtında həll olar. Həkimlər. Qismət uroloqdur. O ki, o seksist biridir. Onunla qadın-kişi münasibətləri həmişə maraqlı olur. Çatdırmaq olmur doktor. Müəyyən qədər gecikmələr olur. Ofeliya laborant həkimdir. Sən onunla işləyəcəksən, ana atdı xəc. Biz pasiyentlərə laboratoriya çatdırmır sözünü deyə bilmərik, doktor. Arzu ginekoloqdur. İclas zamanı qismətin bütün fikirləri ilə razılaşır. Bilirsən niyə? Çünki ər-arvaddır ona görə. Ona görə də qismət doktorun dedikləri ilə tam razıyam. Laboratoriya işi gecikdirir deyəndə ki, zəhmət olmasa ümumi mənzərədən danışmayın da. Durdan isə keyfiyyət üzrə menecerdir. Bu klinikada ən toçnu işləyən odur. Amma heç kimin dəqiq işləməsini sevmir. Amma hamıdan dəqiq iş istəyir. Görürüm ki, kifayət qədər problemimiz var. Sizdəki problemləri bir-birinizin üstünə atmaqda mahirsiz. Amma mən elə gəlir ki, siz bu problemlərin həlli yolları var deyə düşünüb təkliflər verirsiniz, daha yaxşı olar, eləmi? Özü hamıdan hər şeydən xəbəri var. Olar mı dedi? Buyur. Birincisi, danışans bir kəs, danış şəfa olan və işimizə lənk vuran baqi olsa, halımızın asan ötməsinə iqtiza edəcək. Qamilə doktorda tanıyırsan, nə danışır, nə deyir biz bilmirik. Amma məncə o çox düz danışır. Çünki üzünə baxanda bax bilinir ki, o nə danışır. İkincisi, bugün gün xətm olunana qədər Fidan xanım gərəkdir ki, imtihan olunsun. Və hasilin ki, bizim sərmaşıq təkin biçarə olan könlümüzə bir dəva olsa, xoşhal olduq. Ərz-i cümlə,
Fidan gün yekununa qədər öz fərasətini aşkar etməlidir. Mən hazıram. Çox sağ olun. Sağ ol, nəyə görə? Məni sınaq müddətində qəbul elədiyiniz üçün. Əvvəla laboratoriya komandası sənə nə lazımdır hamısını öyrətsin. İkinci, Hamlet doktor, günün sonuna qədər zəhmət olmasa, bütün həll olunacaq problemlər və ümumi vəziyyət haqqında Fidanla birlikdə mənə məlumat hazırlayırsınız. Üçüncü, Qismət doktor, 11-ə hər şey hazır olsun. Başqa bir sözünüz yoxdursa, azadsınız. Sağ olun. Aya pediat Kambala. Fidan, Hoşuna. şad oldum. Sladkaya. Gəl qızım. Hə qızlar, yeni həmkarınızla tanış olun. Salam. Əylən Fidan. Güman edirəm, bizim bu mehriban heyətə Fidan biraz daha şirinlik katacaq. Və düşünürəm ki, qızlar sənə hər şeyi başa salacaq. Başlaya bilərsən. Deyirəm, bundan sonra işlərimiz daha sürətli olacaq. Sən də bundan sonra istirahət eləyərsən də, yoxsa işləməkdən belin bükülür. Bu da sənə iş. Narahat olma, hamısını başa salacağım, bundan sonra özün eləyərsən. Yaxşı. İstəyirsən? İstəyirsən. Nə çalsın? Mustafa! Bu nə deyirsən? Kim verir bunu uşağa? Anam, biz Hövsandan 2 saat yol gəlmişik ac qarnına. Uşaq analiz versin. Kim verir bunu uşağa? Siz biraz sakit olun, indi aydınlaşdırarıq. Dur, getdik. Ən böyük arzun nə olub? Məncə tip. Amma mənim əvəzimə bu sənəti seçiblər. Özüm həmişə Fransa arzusunda olmuşam. Düzdür, heç bilmirəm orada iş həyatımı necə qura bilərəm, amma dili öyrənirəm, əlimdən gələn hər şeyi də eləyirəm ki, ora gedə bilim. Mən də qalmaq üçün əlimdən gələn edirəm. Necə yəni? Bilirsin necə, əslində mən o qədər... Fidan, sən bunu da yoxla. Bilirsən də təcrübə qazanıb özünü doğru etməlisən. Mən o laboratoriya sənədini verdim. Hə, bir dəqiqə gözlə. Buyur. Pasiyentlərlə necə mehriban deyil. Xoş bizlə də elə olsaydı. Bizlə elə olmur ki, pasiyentlərlə mehriban olasın. Məncə belə düzgün deyil. Salam. Salam. Fidan sənsən? Mən mühafizəyəm. Buranın vəziyyətinə baxıram. Adım Qorxmazdır. Necə gedir işlər? Öyrəşə bildin? Çalışıram. Nə problemin olsun mənə de. Çox sağ ol. Elə bil hardasa görmüşəm də səni. Ola bilər. Bəlkə də. Qorxmaz, get də buradan. Yaxşı Fidan. İlk günündə həyəcanlısan. Mən də çox üstülə gəlməyim. Mənim də işlərim var onsuz da. Hələlik. Sağ olun. Mən də gedim. Qızlar, işiniz avan dola. Xoş, çox sağ olun. Hə, Fidan. Sən bu işin ibtidaisini xətm elədin. İndi görək intihasında səni nə gözləyir. Sənin etdiklərinə əvvəlcə mən özüm bir nəzər yetirərəm. Sonra təbii ki, İlyas təbib, vəli nimətimiz
özü fikri ümumiyyəsini sənə bəyan qılacaq. Nə qılır qılsın. Allah min əvəzini versin. Sağ ol. Salam. Salam. Fidan, sən analizə bağlı əsas problemi tapdın mı? Tapıram. Tapıram. Çalış gün sonuna qədər mənə təqdim elə ki, sənin haqqında qərar verim. Hamlet, gedək mənə. Baş üstə. Necə gedir? Bilmirəm. Mən burada heç nə səhv tapa bilmirəm, amma İlyas doktor da deyir ki, bunların içində səhv var. Nədir səhv var? Arzu doktor. Olar. Olar. Doktor, mən sizin pasientlərinizin bəzilərinin analizinə baxıram. Bəlkə də bu sualın sizə qəribə gələcək. Amma burada səhv nədə ola bilər? Sən səhvi məndə axtarırsan? Hı? Mənə yaxşı qulaq as. Səhv axtarmaqla yola çıxmısansa, çətin tapasan. Yaxşı? Sağ olun. İndiki zamanədə kim səhvin boynuna olar ki? Axırda da sən özün səhv çıxarmısan. Mən heç vaxt səhv elədim. Əmin ola bilərsən. Mən analizləri alıb laboratoriyaya götürürəm. Mənim səhv eləməli heç nəyim yoxdur. Sən dünən gəlib bugün məndə səhv axtarırsan? Dedim axı sən öz bildiyin kimi sən hərəkət elə. Neyniyim? Get, axtar, bax gör səhv olan şey nədir. Может laboratoriya, может analiz və yaxud heç biri. Хочешь? Возьми. Sizdəki problemləri bir-birinizin üstünə atmaqda mahirsiz. Hə, Fidan, yekuni halsan? Başa düşmədim, amma hazıram. Çərxi dunun ey şəfai, bir pozulmaz şərti var. Hər çətin asan olur, ancaq çətin asan olur. Gedək? Gedək. Ey təbibim, Fidan nəql edir ki, bütün iştibahları aşkar edibdir. Fidan, başla. Görək. Səhvlərimiz hardadır? Doktor, səhv bir-birinin işlərini başqasına götürən, öz səhvlərini qəbul eləməyən komandadadır. Özləri nə qədər səhv eləyir, amma bunu qəbul eləmirlər. Bu da qeyddir. Əyləş. Sən dəhlizdə gözlə. Mən də bütün boşluqları doldurub qeydlənən bir də ona verdim.
Fidan, sən düz eləmirsən. Bu hadisənin səndən çıxdığını anlayacaqlar, başa düşəcəklər. Aytənin də eşitdiyini özün görmüsən. İndi sən bu elədiklərim doğru olduğuna inanırsan? Hı? İnanıram. İlyasın bunları səndən eşitdiyini deməyəcəyinə əminsən? Hı? Əminəm. Aytənin bildiyinə görə onu başqaları ilə bölüşəcəyini də bilirsən də. Hı? Bilirəm. Sən ittihamlara qarşı özünü hazır hiss eləyirsən? Hazıram. Şayər yayılanda bunu özünə rədd eləyəcəksən? Eləyəcəm. Hı. Birdən onun sən elədiyin hamı bitsə, burada qalacaqsan? Qalacam. Qalmalı olsan başına nə gələcəyini də bilirsən? Bilirəm. Onda mən səni bu ailəyə qəbul edirəm. Fidan. Yaxşısan? Bu qız o qədər şey yazıb ki, elə bil Amerikan kəşf eləyib. Amma əzmkarlığı xoşuma gəldi. Əmrin ver, sınaq müddətini işə götür. Amma Ofeliyanı nəzarətə götür. Çox iş götürməz. Sonrasına baxarıq. Ona deyirəm axı. Əgər İlyas doktor təcrübəsi olmayan birini bura qəbul edirsə, buna bir sevinmək lazımdır. Bunda bir həqiqət var. Həm də sən Kanyes'dən çox şey öyrənəcəksən canım mənim. Mən iki seçim arasında qaldım. Hı. Məncə düz seçim elədim. Mama, salam. Mənim rayona gəlməyimə ehtiyac yoxdur. Zolomətdə işə başlayıram.